Adətən insanların təxəyyülündə Allah nədənsə qocaman, nurani, ağsaqqal bir obraz kimi canlanır. Təbii ki, insan bilir ki, Allah istəsə 16, 17, 18 yaşında bir görüntü yarada bilər, o qüdrətin sahibidir. Ümumiyyətlə siz tərəfdən Allah necə görünür? Mən belə deyərdim ki, hər bir insan Allahı fikirləşəndə, o onun dünya görüşündən, onun baxışlarından, onun özünün yaratdığı bir xəyaldan ibarətdir. Ta qədimən müdriklər var və insanların həyatında o müdriklərin özünə məxsus rol, həmin o müdrik insanlardan da müəyyən bir hissəsi göydədir və daima o insanlara yaxşılıq, xeyirxahlıq, düzgün yol göstərmək kimi onların işi var. Niyə görə müdrik insanları sevmirlər? Belə danışaq da bilimləri, bütün insanların həyatını psixoloqlar həll edir. Əvvəllər psixoloqlar yox idi. O müdrik insanlar insanlara düz yol göstərərdilər. Ancaq o digər insanlar bunu istəmirdilər də. İstəmirdilər və ona görə də onlara çalışırdılar ki, müdrik insanlara biraz yaxşı baxmasınlar. Məncə, mən belə fikirləşirəm. 70 yaşınız var da, maşallah. Bu 70 il ərzində indi ilk 20 ili çıxaq da onsuz da, yəni insanın cahillik dönəmi olur. Neçə dəfə olub ki, Allahın mərhəmətinə sığınmısınız? Bütün gənclər kimi mən də tibb universitetinə girəndə Allahın adını çağırdım ki, Allah, siz mənə kömək eləyin. O vaxtda belə bir şey vardı. Mənim qismətimdən də elə gətirdi ki, tibb universitetinin müəllimləri yox, başqa yerlərdən gəlmiş müəllimlər, bizi tanımayan insanlar bizdən imtahan götürdülər. İmtahanları verə-verə mən tibb universitetinə qəbul oldum. Evlənəndə, sonra ev alanda, sonra ilk uşaq olanda, hər dəfə çətin günlərində Allahın adını çəkirsən, Allah'a sığınırsan ki, Allah sən məni kömək elə. Ən pis şey ümidin kəsilməkdir. Psixiatriyada ən çox rast gəlinən xəstəliklərdən biri şizofreniyadır. O ağıllı adamların xəstəliyidir. İmbetsil var, debil var və digər ağıl kəmi olan. Onlarla şizofreniya tamamilə bir-birinə fərqlənir. Şizofreniya xəstələrin əksəriyyəti yaradıcı adamlar olurlar, elm adamları olurlar, yaxşı mühəndis olurlar, yaxşı rəssam olurlar və s. Onların ağlı çaşır. Ağlı çaşdıqlarına görə onların bəzən elə şeylər danışırlar ki, o ətrafdakılar tərəfindən düzgün qəbul olunmur. Sadaladığınız xüsusiyyətlərin bir qismi məndə var da. Yəni, rahat şəkildə deyə bilərsiniz ki, Famil, sən şizofreniya xəstəsisən. Yox, hər bir adama biz şizofreniya xəstəsi deyə bilirik. Yəni, mən cəmiyyət üçün təhlükəliyəm, əgər şizofreniya xəstəsiyəm. Əstəğfurullah. İndi yiyəm olub da, yəni məni aparıb salmayıblar dəlxanaya. Yox, psixiatrlar daha yaxşı bilir. Deyərdim, özünə məxsus vəsvəsələrdə halüsinasiyalar olur, qara basmalar olur. Başlayır onlar məsəl üçün görmənin qavraması pozula bilir, eşitmənin qavraması pozula bilir və ona uyğun bunlar davranış hərəkətləri eləyirlər. Onlar özlərini qorumaq üçün hər hansı bir iş görə bilərlər. Məsələn, qabağındakı adamlar özünü qorumaq üçün ona hücum edib ona bir xətər yetirə bilər. Məsəl üçün, mən çox tanıdığım adamlar akademiyada işləyirlər, başqa yerlərdə işləyirlər. Halüsinasiya yuxunun imitasiyasıdırmı? Yuxu özünün formaları var. Məsəl üçün, insan əvvəlcə mürgülür, sonra səthi yuxuya gedir, sonra dərin yuxuya gedir və orada yuxu görmələr olur. Yuxu görmələrdə müəyyən hadisələr görüb ona uyğun reaksiya da verə bilər, yuxudan qışqırıb ayıra bilər. Amma halüsinasiya adi həyatda olan ona elə gəlir, o elə qavrayır. Məsələn, deyir ki, orada məni söyürlər, orada mənə söz deyirlər, orada bir mən adam görürəm, o mənə işarə verir, məni çağırır, deyir ki, gəl gedək. Cavanlarda deyir ki, sən Allaha yaxın olmaqdan ötürü özünü yuxarı mərtəbədən atmalısan. Allah səni çağırır, sən ona get, bunun yanında ol. Soruşanda elə deyir də, əsr həqiqətdə ona heç kim heç nə demir. Bunun hamısının səbəbi beynin müxtəlif strukturları var. O strukturlarda ən böyük beyin qabıdır. Beyin qabı ətrafdan gələn bütün informasiyaları analiz edir, sintez edir, dəqiq düzgün ona cavab verir. Amma mərkəzlər arasında, o neyron tələləri arasında, neyronların arasında olan əlaqənin pozulması qavramanın pozulmasına gətirir. Ona informasiya düzgün çatmadığına görə o da başlayır o formada özünü göstərməyə. Sağlam adam mühadisələri düzgün, normal qəbul edir və ona da adekvat cavab verir. Amma ruhi xəstələr əksinə, məsəl üçün kimsə gəlir, qapını açdı, buna baxdı, deyir o məni güdür. Məsəl üçün, qocalıq psixozu deyilən belə bir şey var. 80 yaşından sonra insanlarda belə hallar olur. Başlayırlar evdə, ailədə, mənə zəhər vermək istəyirsiniz, məni öldürmək istəyirsiniz, yaxud da işdə. Siz mənim yerimə hazırlaşmışsınız, istəyirsiniz mən yerimi tutasınız. Ya fikirləşdiyi doğrudursa? Əksərən
o hamd olunmur axı. Müəyyən bir adamın orada olur. Və onu belə yeri də bir yer deyil ki, kimi sonra o gözləri tiksin, yaxud da onun yerinə keçsin, yaxud da ki, onu zəhərləsin. Genetik faktora inanırsınızmı? Bəli, mənim atam 100 il ömür yaşadı. O 100 il ömrünün Yerevan pedaqoji texnikumunu qurtardı, sonra gəldi Bakıda ali təhsil aldı, sonra getdi Qərb Azərbaycanın bir kəndində yaşayırdı. Ancaq o kənddə həm təhsil verməklə yanaşı, orada bir musiqi dərnəyi yaratdı, orada yaxşı tar çalırdı. Mən üniversite musiqide teatr düzəldirlər, falan düzəldirlər, belə şeylər. Sonra məndən böyük qardaşım həkim idi. Onu çox gözəl həm musiqi qabiliyyəti, həm rəssamlıq qabiliyyəti var idi. Çox gözəl portret çəkirdi. Onun kimi də mən indi bu günlər mənim nəvəm var, görürəm ki, bizi davam elətdirir. Yaxşı gözəl rəsm əsərlər çəkir. Leyla xanım bir qızı var. Çox bir gözəl portret çəkir. Qardaşının portretini çəkdim. Mən baxdım ki, bu yaşda belə portret çəkmək, bu gedir, öyrənir, oxuyur. Amma siz bu getmədən, oxumadan belə yaradırsa, biraz buna kömək olsa, daha yaxşı çəkə bilər, yaradar. Olubmu ki, şəxsi inkişafınız naminə kimisə qurban verəsiniz? Belə şeylər mən qəbul eləmirəm. Həyatda nə əldə eləmişəmsə, öz zəhmətimlə, əziyyətimlə, gecələr günüz yuxusuz qalmaqla, nə bu ada yüksəlmişəmsə də, ancaq bu işdə öz zəhmətimə, əziyyətimə minnətdaram. Hansısa bir çevrədə səni möhkəmcə tərifləyirlər və sən başlayırsan onların təriflədiyi adam kimi olmağa başlamağa. Sən kənarda gizlənmiş mənfi xüsusiyyətlərini başlayırsan örtbasdır eləməyə. Burada kütlə mənə görə başlayır sənə qarşı cinayət törətməyə. Səni özün olmağa qoymurlar. İnsanların bir ortaya deyə biləcəyi fikirlər var, bir də daxilindəki fikirlər var. O daxilindəki fikirlər onun elə daxilində də qalır. Cəmiyyətdə nəsə qazanmaqdan ötürü başlayırlar, yəni istifadə edirlər ondan, onu tərifləyirlər. Hər halda tərifdən hamının xoşu gəlir. Çoxdandır belə bu yaşda adamla ünsiyyətdə olmurdum həqiqətən də. Bax, tərziniz, atalığınız, hətta sizdən gələn o insan qoxusu çox gözəldir, çox möhtəşəmdir. Düşünürəm ki, sizin kimi insanlar yaşamalıdır. Sizdən gələn o təhlükəsizlik, gələn o səmimiyyət, etibar, güvən, bu şeyləri hiss eləmək adamı o qədər rahatladır ki. Çoxdandır mən siz yaşda bir insanla ünsiyyətdə olmamışdım. Sonuncu atam idi. 100 ballıq şkala üzrə özünüzü hansı səviyyədə saf hesab edirsiniz? Mən tələbələrim, mən tanıyan insanlar, mənim övladlarım, dostlarım deyə bilərlər ki, mən nə qədər safam. Hər halda 90%-ə yaxın belə düşünürəm. Əhəmiyyət kəsb edən odur ki, sən özünə inanırsan, qabiliyyətinə inanırsan, gücünə inanırsan və elədiyin yaxşılıqlara inanırsan. Elə heç vaxt mənə o sualı verən olmuyor. Özünüzü 100 ballı şkala üzrə saflığın hansı səviyyəsində görürsünüz filan. Heç bir səviyyəsində görə bilmirəm. Çünki siz insanlar günahkarsınız buna görə. Siz elədiniz. Teşekkür ederim.